Gece saat 2'dir, əməliyyata götürülür xəstəni. Xəstənin diaqnozu aşıq sümüyünün yer dəyişmiş sınığıdır. Aşıq sümüyünün bu klasifikasiyaya görə Hopkins 4 tipli sınıq sayılır. Burada aşıq sümüyünün arxa hissəsi ilə ön hissəsi ikiyə bölünübdür. Və həmçinin odur ki, aşıq sümüyü qayğı bənzər oynaqdan tamamilə ayrılıbdır. Travmada bir neçə saat keçməli baxımdan ayaq artıq şişibdir. Bu cür sınıqların gələcəkdə fəsadları çox təəssüf ki, %80% olanlarda olur. Yəni burada ən böyük risk aşıq sümüyünün avaskülər nekrozu. Bu 80% böyük rəqəmlərdə göstərən riskləri var. Səhər 6 işləyib 10 dəqiqə. Antromedial kəsik, bir də arxada posteral, lateral kəsiklə giriş edildi. Ayağın formasından gördüyünüz kimi artıq tamamilə reduksiya olunubdur. Normal bir artıq ayaq görünüşü var. Mövzusu gələn aşıq sümüyüydü. Navikulər sümüyüdən çıxmışdı. Və buradan da sınığımız var. Aşağıya doğru uzanan. Təbii maşallah əməliyyat çox yaxşı olduğundan sınıq epidemioloji görünmür. 2 dənə həm mediala doğru uzanan, həm laterala doğru uzanan talus sümüyünə fiksasiya elədik. Əməliyyat çox uğurlu keçdi. Hər kəsin əllərinə sağlıq, əməyinə sağlıq. Təşəkkürlər.